Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Sonra şükürler olsun Allah'a ki bizləri bir araya gətirib və Uca Allah'tan istəyirəm ki bu məclisimizi öz dərgahında xeyirli, bərəkətli zikir məclislərindən yazsın və bizləri qalxarkən bağışlanan qullarından etsin. Və həmçinin Uca Allah'tan istəyirəm ki bizləri dinləyib ən doğruna tabi olan və eşidib faydalanan qullarından etsin. Və bugünkü məclisdə fürsətdən istifadə edib Uca Allah'ın mübarək ayətlərindən bəzilərini oxumaq istəyirəm. Ali İmran surəsində bəzi ayətlər var ki, sahabələr çətin vəziyyətə düşdüyü zaman Allah Teala onlara təsəlli vermişdir. Və həmçinin Allah Teala insanlara öz həyatlarında başlarına gələn hadisə barədə bir mövqey verir. Və insanlar bu ayətləri özlərinə rəhbər tutduğu təqdirdə heç vaxt üzülməzlər, qorxmazlar və kədərlənməzlər. Belə ki, Allah Teala buyurur Quran-ı Kerim Ali İmran surəsi 121-ci ayədə: Əuzu billahi's-semi'il alim mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İz gadavte min əhlike tubawwi'ul mu'minina maqa'ide lil-qital vallahu semi'un alim. O zaman sən Uhuddakı döyüşdən ötürü möminləri mövqeylərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah eşidəndir və biləndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Uhud döyüşü vaxtı tədarük görmək üçün və mücahidlərə doğru düzgün mövqey vermək üçün evindən çıxır. Allah Teala onun bu evindən çıxması ilə halın zikr etməsi göstərir ki, bu evindən çıxması onun üçün bir ibadət idi, onun üçün bir fəzilət idi. Onun həyatında yer tutan böyük şərəfli bir işlərdən biri idi ki, Allahın kəlməsi uca olsun deyə Allah üçün evindən çıxırdı. Və həmçinin də möminləri yerbəyer etməsindən ötürü. Uhud döyüşündə bilirsiniz, Uhud döyüşündə qəribə hadisələr baş verir. Mövqeyimiz təkcə bu döyüşdən danışmaq deyil, ümrə ziyaratında. Orada biz həmişə ziyarət edəndə bu barədə danışırıq. İnternetdə də var bu barədə danışıqlarımız. Lakin orada maraqlı olan odur ki, orada müxtəlif bir mövqeylər olur. Peyğəmbər sallallahu aleyhi ve sellem bir strategiya seçir möminlər üçün ki, o şəkildə davam etsinlər. Və Allah Teala buyurur ki, o zaman ki sən evindən çıxdın ki, möminləri döyüş yerlərinə, döyüş mövqeylərinə yerləşdirmək üçün həqiqətən də Allah Teala eşidəndir və biləndir. Allah Teala eşidən, bilən olma sifəti Allah Teala'nın digər gözəl adlarından və uca sifətlərindəndir. Allah Teala səmiədir, Allah Teala alimdir. Allah Teala səmiədir, səmi onun adlarındandır və buradan doğan sifət də Allahın eşitməsidir. Allahın eşitməsi öz izzət və cəlalına yaraşacaq bir şəkildə məxluqatdan uzaq, uca və münəzzəh olaraq hər bir şeyi öz dəqiqliyi ilə eşitməsi deməkdir. Belə ki, səhih hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala gecənin zülmətində, quyunun dibində, qara qarışqanın, qara daş üzərində addımlarının səsini eşidir və izin görür. Yəni, elə bir eşitməkdir ki, ondan dəqiq heç bir texniki, müasir cihaz belə yoxdur ki, onu dərk eləyə bilsin. Lakin Allah subhanahu ta'ala nəinki bunu, hətta kökslərdən keçəni belə, hissləri belə Allah Teala eşidir və həmçinin də bilir. Və burada da Allah Teala eşitməsi, bilməsi o münasibətlə gəlir ki, yəni sizin bu halınızı Allah Teala eşidir. Və sizin bu halınızı Allah Teala görür. Allahın rəhmətindən ümidinizi üzməyin. Həm Allah Teala sizə əcr, savab verəcəkdir buna görə və həmçinin də sizə öz köməyi ilə yardım edəcəkdir. Sonra buyurur ki, İdhəmmə taifətəni minkum ən təfşələ vallahu valiyyuhumə və aləllahi fəliyətəvəkkəlil müminun. O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımcısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. Burada da söhbət ondan gedir ki, möminlər bəziləri artıq ruhdan düşmüşdülər. Çünki orada çətin vəziyyət yarandı. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ölüm xəbəri belə yayılmışdı. Belə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin şərafətli yanağı yaralanmışdı və onun mübarək dişi isə qırılmışdı. Və bu hal Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin həyatında ən ağır baş verən günlərdən biri idi. Həm özü üçün, həmçinin də onun sevimli səhabələri üçün ki, onlar da bu ağır günü, bu ağır imtihanı keçdilər. Və Allah subhanahu ta'ala orada da bir daha onları ruhlandırmaq üçün
mübarək ayətlər nazil etmişdir, hansı ki, davam edərək oxuyacaq. Və növbəti ayətdə Allah Teala buyurur ki, وَلَقَدْ نَصَرَكُمُ اللّٰهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةً Artıq Bədir döyüşündə siz zəif ikən Allah Teala sizə zəfər vermişdir. Demək, burada müsəlmanlar qismən məğlub olurlar. Tam buna məğlubiyyət demək olmaz. Lakin qismən o da itaətdən çıxdıqlarından dolayıdır ki, Allah Teala o xatarlara əmr eləmişdi ki, onlar təpəyin üzərində dayansınlar və orada arxadan gələn at sürarilərin qarşısını almaq üçün onlar üçün çox gözəl bir strateji mövqe seçmişdi. Lakin bunlar artıq elə başa düşdülər ki, döyüş bitib və yerdə qalan müşriklərin qənimətləridir və qənimət deyərək onların bəziləri dağı tərk elədi və o zamanda Xalid ibn Valid o vaxt hələ müşrik idi və atlı sülaləyə rəhbərlik eləyirdi və onda çox gözəl döyüş texnikası var idi və bundan səmərəli istifadə edərək arxadan keçib 70 müsəlmanı şəhid edib və belə deyək, orada böyük bir zərbə vurdular müsəlmanların ordusuna. Və məhz o barədə Allah Teala buyurur ki, yəni bununla məyus olmayın. Bir zaman siz daha zəif idiniz və daha az idiniz, o zaman Allah Teala sizə kömək etdi Bədir döyüşündə. Bədirdə orada olan quyuların adı idi ki, o döyüşə Bədir adı verilmişdi. Necə ki, Uhud döyüşünə Uhud dağından götürülüb ad verilmişdi, eləcə də Bədir döyüşünə Bədir quyularından götürülərək o ad verilmişdir. Və ayətin davamında Allah Teala buyurur ki, Fəttəqullahə ləalləkum təşkurun. Allahdan qorxun ki, ona şükür etmiş olasınız. İnsanın Allaha şükür etməsinin bir çox əlamətləri var. Həmin o şükrün əlamətlərindən də biri Allahdan qorxmaqdır. Burada səhabələrdən şükrü gərəkdirən nemət nə idi? Bədir döyüşündə onlar az ikən Allah Teala onlara köməyi və zəfərin gəlib çıxması. Növbəti ayətdə isə Allah Teala buyurur ki, İz təqulu lil-mu'minina ələn yəkfiyyəkum ən yumiddakum rabbukum bi 3000 minəl mələikəti munzəlin. O vaxt sən möminlərə demişdin. Bir zaman Peyğəmbər sallallahu əleyhi və səlləm o döyüş vaxtı möminləri müjdələyərək Bədir döyüşündə onlara belə deyir. Çünki Bədir döyüşündə aşırı fərq var idi müsəlmanlarla müşriklər arasında. 1000-dən 1100, 1114, 115 nəfər təxminən müşriklərin sayı idi. 300 neçə nəfərdə, 314 nəfər, 310 nəfərdə müsəlmanların sayı idi. Lakin burada Allah Teala'nın möcüzələri baş verir və Allah Teala onlara çox əcaib bir şəkildə kömək edir. Ona görə Uca Allah Teala buyurur ki, o vaxt sən möminlərə demişdin, Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması sizə bəs etmirmi? O zaman Allah Teala mələkləri göndərmişdi və sahabələr də özləri etiraf eləyir. Deyir, orada deyir, bizdə döyüşdə elə adamlar var idi, biz onları tanımırdıq. Onların zaten sayıları az idi o vaxt müsəlmanların. Hamı da bir-birini tanıyırdılar, eyni bölgənin adamları idi. Bir qismi mühacirlər idi, artıq Mədinə əhli onları yaxşı tanıyırdı. Bir qismi də zaten Mədinə əhli idi, onlar da bir-birini tanıyırdılar. Deyir, amma orada bizdən elə simalar var idi, biz onları tanımırdıq. Bilmirdik ki, bunlar kimlərdir. Və onların bəziləri deyir ki, mən gedirdim əlimdə qılınc müşrikin dalıyca bir də görürdüm başı qopdu düşdü yerə. Orada qeyri-adi Allah Teala möcüzələri baş vermişdir. Və sonra isə Allah Teala daha növbəti ayətdə buyurur ki, Bələ in tasbiru və təttəqu və yətukum min favrihim həzə yumdidkum rabbukum bi 5000 minəl mələikəti musavvamin. O vaxt sən möminlərə demişdin, Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması sizə bəs etmirmi? Növbəti ayədə isə Allah Teala buyurur ki, əlbəttə siz səbr etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üzərinizə hücuma keçsələr, Rəbbiniz nişanlanmış 5000 mələklə sizə yardım edər. Yəni, Allah Teala şərt qoşur orada. Şərt nədir? Əgər siz səbr edib, Allahdan qorxsanız, yəni Allah üçün əzm göstərib səbr etsəniz və Allahdan qorxsanız, yəni onlar sizin üzərinizə əlavə hücum etsələr belə, artıq Allah Teala 5000 mələk də ayırıb. O 3000-dən əlavə 5000 mələk də ayırıb ki, onları da sizə kömək olaraq göndərəcəkdir. Bu da nə idi? Allah Teala həm nemətin xatırladır, həmçinin də səhabələri müjdələyir. Növbəti ayətdə isə Allah Teala buyurur ki, وَمَا جَعَلَهُ اللّٰهُ إِلَّا بُشْرَى لَكُمْ. Allah Teala bunu yalnız və yalnız sizi müjdələmək üçün etmişdir. Bu hadisənin baş verməsi sizin müjdələnməyiniz üçündür. وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ.
və həmçinin də bununla sizin qəlbinizi mütməyin etmişdir. Yəni, həm sizi müjdələdi, həmçinin də qəlbinizi mütməyin etdi. Yəni, artıq sizə bir rahatçılıq gəldi ki, Allah Taala bizimlədir, hər türlü yardımı bizə ulaşmaqdadır. وَمَنْ نَصْرُ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ Həqiqətən də kömək yalnız və yalnız güclü və hikmət sahibi olan Allah Taala tərəfindəndir. Əgər yardım gəlirsə, əgər qələbə gəlirsə bilmək lazımdır ki, bu Allahdandır. Və Allah Taala bir daha bunu xatırladır ki, bilin ki, bu Allahdandır. Və orada yenə də Allah Taala'nın iki gözəl adları zikr olunur. Allahın güclü və hikmətli olması. Güclü və hikmətli olması. Aziz, güc mənasında istifadə olunur. Allah Taala izzət sahibidir, güc sahibidir. Hikmət də hikmətdir. Bir şey yerində, vaxtında, qədərində, layiqində etmək mənaları bildirir. Bu sifətə əhatə eləyir. Və Allah Taala ən ali hikmət və ən ali güc sahibidir. Yaxşı, niyə görə bir çox yerlərdə məhz güclə hikmət bir arada gəlir? Güclə hikmət bir arada gəlir. Bu da Allah Taala'nın kamil feillər sahibi olmasına dəlalət edir ki, Allah Taala güclüdür və ən güclüdür. Lakin Allah Taala o gücün hikmətlə eləyir. Yəni, baxın, Allah Taala möminlərə kömək eləyir. Allah Taala möminləri darda qoymur. Allah Taala İslamın və müsəlmanların düşmənlərini cəzalandırır və bunun gücü iqtidarındadır. Lakin Allah Taala bunu heç vaxt dərhal eləmir. Və necə gəldi eləmir. Bəzən ümumiyyətlə eləmir. Və bəzən o insanlara hidayət verir. Baxın, Taifdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Taif əhlini dəvət eləməyə gedəndə onlar daşqalaq elədilər. Qadınları, uşaqları çıxartdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem rəzil bir duruma salmaq üçün onu daşqalaq elədilər. Peyğəmbər sallallahu aleyhi ve sellemin şərafətli topuqları qanadı. Və Cəbrail gəldi, dedi ki, ey Muhammed, artıq Allah Taala dağlar mələyin göndərib sənin əmrini, yəni sənin duanı gözləyirlər. Əmr elə bunların başı üzərində olan iki dağı bir-birinə çırpıb onları orada məhv eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, xeyr, onlar mənim qövmümdür, nə etdiklərini bilmirlər. Ola ki, Allah Taala onların sülbündən Allaha ibadət eləyən və ona heç vaxt şərik qoşmayan qullar gətirsin. Üç şey getirdi onlarsa. Birinci, onlar özünə nisbət elədi, ümmətindən saydı. Sonra dedi, onlar bilmir, onlara üzr gətirdi. Sonra isə dedi ki, ola ki, onların soyununa tək Allahlı müsəlmanlar gəlsin dünyaya və həqiqətən də elə də oldu. Və bu yenə enində sonunda Allaha qayıdır. Allah Taala bu duanı qəbul elədi. Allah Taala cəzalandırmadı onları. Əksinə Allah Taala onlara hidayət verdi. Və elə insanlar olub ki, İslamla ilk vaxtlarda mübarizə aparıblar, düşmən olublar. Sonra Allah Taala onları İslamın ən ali şəxsiyyətlərindən, ən dahi böyük şəxsiyyətlərindən eləyib. Buna da misal çəkmək olar. Ən böyük misal Ömər bin Xattab radiyallahu anhunu. Xalid ibn Validi və belə-belə nə qədər insanları misal çəkmək olar. Allah Taala gücü necə gəldi istifadə eləmir. Ona görə Allah Taala həmişə bir çox yerdə gücü ilə hikməti bir arada gətirir. Həqiqətən də Allah Taala güc və hikmət sahibidir. Burada da Allah Taala öz gücün və hikmətin zikr eləyir ki, yəni Allah Taala bir vaxt sizə Bədirdə qələbə verdi, zəfər verdi və sayır ki, hansı mələkləri göndərməklə və s. Və bu günləri isə yəni imtahan olunursunuz. Buna səbr eləmək lazım. Bu da onu göstərir ki, Allah Taala Bədirdəki kimi burada da kömək eləyə bilərdi. Lakin burada hikmət var. Güclə yanaşı hikmət var. Orada hikmət çox şey gətirmək olar. Əsas hikmətlərdən biri odur ki, oradakı bəzi səhabələr Peyğəmbər sallallahu aleyhi ve sellem əmrindən çıxdığından dolayı Allah Taala onları sanki bir uyardı. لِيَقْتَعَ طَرَفًا مِنَ الَّذ۪ينَ كَفَرُوا اَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبٍ Bu ona görə idi ki, yəni Allahın köməyinin, yardımının sizə gəlməsi, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər. Yəni Allahın köməyinin, zəfərinin gəlməsi ondan dolayıdır ki, Allah Taala onları rüsva edici bir duruma salsın və həmçinin onları darmadağın etsin. Sonra Allah Taala Peyğəmbər sallallahu aleyhi və səlləmə demək istəyir ki, və daha doğrusu deyir ki, yəni bu işlərdə sənə aidiyyəti olan bir şey yoxdur. Sən görəvini yerinə yetir. Allah Taala istəsə zəfər verəcək, Allah Taala istəsə müsibətə düçar eləyəcək. Ona görə uca Allah Taala buyurur ki, "Leysə ləkə minəl əmri şey'un əv yətuba aleyhim əv yu'azzibahum fe innahum zalimun." Burada sənə aid heç bir şey yoxdur. Bu işin sənə aidiyyəti yoxdur.
Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalimlərdir. Yəni, baxın, onlar zalimdir. İslamla, müsəlmanla döyüş aparır. Allah Teala deyir ki, Peyğəmbərinə burada sənə aid olan bir şey yoxdur. Allah istəsə onları tövbə nəsib eləyər. Və onlar tövbə eləyər, Allah Teala da onların tövbəsini qəbul eləyər. Və yaxud da onlar zaten zalimdirlər, əzaba haqq edirlər, Allah Teala da onlara əzab verər. Yəni, onlar Allahın qullarıdır, sənin qulların deyil və onların Rəbbi olan Allahdır. Və Allah nə istəsə, onlara da onu edəcək deyil, öz əzəli, əbədi və sonsuz hikmətinə yaraşacaq bir şəkildə. Sonra isə buyurur ki, وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ Göylərdə və yerdə nə varsa hamısı Allaha aiddir. Yəni, bu gün baş verənlər, nəydən ötürü baş verir bunlar və ümumiyyətlə göylərdə və yerdə nə varsa hamısı Allaha aid. Yəni, mülkün sahibi olan Allah Teala'dır. يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ O istədiyinə bağışlayır, istədiyinə isə əzab verir. Vallahu gafurur rahim. Həqiqətən də Allah Teala bağışlayandır və rəhmətlidir. Baxın, burada söhbət kimlərdən gedir? İslamla, müsəlmanlarla döyüşən insanlardan. Lakin Allah Teala deyir ki, istəsə onları tövbə nəsib eləyər və istəsə onları bağışlayar. Həqiqətən də Allah Teala bağışlayan və rəhim edəndir. Növbəti ayətdə isə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, lə təəkulur ribə ad'afən muda'afə, vəttəqullaha ləəlləkum tuflihun. Sonra artıq mövzu dəyişir. Allah Teala başqa bir mövzudan, başqa bir hadisələrdən danışır. Bu da ribə və sələmçilik barədə olan ayətlərdəndir ki, uca Allah Teala buyurur ki, ey iman gətirənlər, dəfələrlə artırılmış olan sələmi yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. وَاتَّقُوا النَّارَ الَّتِي اُعِدَّتْ لِلْكَافِرِينَ Kafirlər üçün hazırlanmış oddan qorxun. وَاَطِيعُوا اللّٰهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ Allaha və Rasuluna tabi olun ki, bəlkə nicat tapasınız. Sonra artıq Allah Teala burada başqa mövzudan danışır. Sonra yenə qayıdır az öncə danışdığımız mövzuya. Ona görə mövzunun, məğzin gündəmdə saxlamaq üçün inşallah ki, bu ayətləri buraxıram. Başqa vaxt o ayətləri bir mövzu kimi, müstəqil mövzu kimi oxuyarıq. Yenə qayıdırıq öz köhnə mövzumuza. Uca Allah Teala buyurur ki, Qad xalət min qablikum sinənun fəsiru fil ardı fənzuru keyfə kənə aqibətul mükəzzibin Sizdən öncə də neçə-neçə əhvalatlar olub keçmişdir. Yəni, neçə-neçə hadisələr, neçə-neçə qövmlər sizdən öncə də gəlib bu dünyada yaşayıb keçmişdilər. Odur ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə olmuşdur. Həzə bəyanun lil-nəsi və hudə və məv'idətun lil-muttəqin Bu insanlar üçün bir açıqlama, doğru yol göstəricisi və öyüd nəsihətdir. Demək, Allah Teala bu baş verən hadisələri, bu qissələri, istər keçmişdə olsun, istər yaşadığımız devirdə olsun, bu nədir? Həzə bəyanun lil-nəs. Bu insanlar üçün bir bəyandır. Və hudə və həmçinin hidayətdir. Və məv'izətun lil-muttəqin. Həmçinin ondan qorxanlar üçün bir muizədir. Bax, bəyəndir, hidayətdir. Lakin muizədir kim üçün? Yəni ibrət alınacaqdır kim üçün? Müttəqilər üçün. Ona görə bu kimi hadisələrdən ibrət alanlar yalnız və yalnız müttəqilərdir. Başqaları qulağından alır, digər qulağından da buraxırlar. Bəziləri ümumiyyətlə eşitmək istəmir. Bəziləri hətta məsxəriyə qoyur. Bəziləri təksib eləyir. Lakin müttəqilər isə nə edir? Bütün bu kimi hadisələrdən eşidirlər və ibrət alırlar. Sonra isə Allah Teala buyurur ki, وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ Qorxmayın, kədərlənməyin. Əgər möminsinizsə, mütləq ucalıq sizə aiddir. Qorxmayın, kədərlənməyin. Alimlər deyirlər ki, Allah Teala Quran-ı Kərimdə harada ki, deyir, qorxmayın, kədərlənməyin. Bir orada Allah Teala'nın qəsdi odur ki, gələcəkdə nə ki sizi gözləyir, ondan qorxmayın. Aqibətiniz yaxşı olacaq. Kədərlənməyin, yəni sizin vaz keçirdiyiniz, əlinizdən çıxan şeylərə görə, gerdə buraxdığınız şeylərə görə də kədərlənməyin. Yəni, gələcəkdən qorxmayın, keçmişdəki olan şeylərə görə isə kədərlənməyin. Əgər möminsinizsə, mütləq ucalıq sizə aiddir. Bax, bu bir qaydadır. Əgər sən və yaxud da siz və yaxud da ki biz və yaxud da hər hansı bir toplum özün mömin sayırsa, həqiqətdə onlar mömindilər, onlar gərək qorxmasın. Onlar gərək kədərlənməsin və bilsinlər ki, ən uca olan onlardır.
Ən uca olan onlardır. Əgər möminsinizsə. Mömin nədir? İnsanın qəlbinin imanla mütməin olması, Allahın varlığına, onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə, qəza və qədərin Allah Taala tərəfindən xeyrinin və şərrinin olmasına yəqinliklə inanan insanlardır ki, onlar qorxmasın, kədərlənməsin və bilsinlər ki, madəm ki, onlar iman xətti üzərindədirlər, sözsüz ki, üstünlük onlarındır. Və sonra Allah Taala həmin o hadisələri bir daha xatırladaraq buyurur ki, İn yəmsəskum qarxun qad məssəl qavmə qarxun misluh. Bilin ki, əgər sizə hər hansı bir ziyan, zərbə toxundusa, yəni yaralanmaq, əsir düşmək, ölmək və s. Nəsə oldusa, bilin o qövmin də başına onun mislində nələrsə gəldi. Yəni tək sizə aid deyil bunlar. Sizin başınıza gələnlərdən onların da başına gəlmişdir. Və tilkəl əyyəmu nudavuluha beynən-nas. Biz bu günləri insanlar arasında paylaşmışıq. Yəni bugün onların başına müsibət gəldi, sabah sizin gələ bilər. Bugün onlar neymət içindədir, sabah siz. Bugün mən, sabah sən. Bugün o, sabah onlar. Bugün bu xalq, sabah o xalq. Bugün bu dövlət, sabah o dövlət. Və beləcə Allah Taala müsibətləri və imtahanları insanlar arasında paylaşmışdır. İnsan var ki, atası varlı idi, özü kasıbdır. İnsan var, atası kasıbdır, özü varlıdır. İnsan var, özü vaxtı ilə kasıb idi, bugün zəngindir. Və yaxud da vaxtı ilə zəngin idi, bugün kasıbdır. Və beləcə dövlətlər Kəbənin, örtüyün Misirdən göndəriblər illərlə. İmkanları yox idi ki, onlar bir dənə Kəbəyə örtüyü çəksinlər. Misir öz pulundan belə göndərdi şərəflə, o üzərində şərəf sayırlar, göndərib Kəbəni örtürdülər. Lakin bu günləri Körfəz ölkələrinin, Saudiyyanın halına baxın, Misirin halına baxın. Afrika olsun. Afrika vaxtı ilə dünyanın belə deyə ən rifah içində yaşayan ölkələrindən, xalqlarından biri olub Afrika xalqları. Amma bu günləri, baxın, sərvətləri var, amma rəzalət içində yaşayırlar. Və beləcə, böyük dövlətlər var ki, dünən kasıb idi, bugün varlıdır, sabah kasıbdır, bunu bilmək olmur. Və beləcə Allah Taala'nın imtihanı ədalətlə təhqiq olsun deyə bu günləri deyir ki, sizin aranızda paylaşıb. Tilkəl əyyəmu nudavuluha beynən-nas. Bu günlər sizin aranızda paylaşılmışdır. Niyə görə? Səbəb nədir? Uca Allah Taala buyurur ki: وَلِيَعْلَمَ اللّٰهُ الَّذ۪ينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَى. Allah Taala sizlərdən kimin iman gətirdiyin bilməsi üçün və həmçinin sizlərdən şəhidlər götürməsi üçün. Demək, Allah Taala bu kimi hadisələri eləyir ki, ya insanlara nemət verməsi ilə, ya da onlara müsibət göndərməsi ilə kimin iman sahibi olmasını sübuta yetirməkdən ötürü. Baxmayaraq Allah Taala bunu bilir, lakin biz qullara bunu hüccət olaraq edir. Bəzilər deyir ki, Qazzada niyə görə bu hadisələr baş verir? Bəs Allahın ədaləti hardadır? Bəs Allahın köməyi hardadır? Suallar verirlər ateistlər. Deyirlər, Allah varsa niyə görə göz yumur? Niyə görə yardım eləmir? Niyə görə köməyinə gəlmir müsəlmanların? Əgər siz deyirsiniz, onlar müsəlmandır, onların Rəbbi olan Allah var. Bax, cavabı bu ayətdədir. Allah Taala buyurur ki, sizlərdən kimin iman gətirməsini bilməkdən ötürü və ən əsası, bax, sualın əsas cavabı buradadır. Sizlərdən kimlərisə şəhidlər almaq istəyir Allah Taala. Allah Taala kimlərisə şəhidlik məqamı vermək istəyir. Allah Taala kimlərisə şəhidliklə ruzləndirmək istəyir. Şəhidliklə ucaltmaq istəyir. لِيَتَّخِذَ مِنْكُمْ شُهَدَى. Subhanallah. Qazzalı bir kişi danışır. Bu Qazza barədə başlayandan qutarana qədər onun kimi mənə təsir edən söz deyən olmayıb. Bir haradasa 5-6 dəqiqəlik çıxışdı, bəlkə də azdı. Rus dilində də tərcümə ediblər, inşallah göndərərəm, siz də dinləyərsiniz. Deyir ki, İnna Allaha iştara minəl mu'minina anfusakum və əmvalakum bi enne lehumul cennə. Həqiqətən də Allah Taala möminlərdən canların və malların cənnət müqabilində almışdır. Deyir, bizim heç şeyimiz yoxdur. Bizi Allah Taala alıb. Bizi Allah Taala cənnət müqabilində canımızı və malımızı alıb. Biz Allah'ınıq. Və sonra orada inna lillahi və inna ileyhi raciun kəlməsini izah eləyir. O bəsit sözləri ilə avam bir müsəlman. Deyir ki, inna lillah, biz Allaha məxsusuq. Və inna ileyhi raciun. Və biz ona da qayıdacağıq. Deyir, biz madəm ki Allah'ınıqsa nə üsyan eləyə bilərik? Biz Allah'ınıq. Deyir ki, yəf'alu binə mə yəşədir. O bizdə nə istəyir, onu eləyir. Biz ondan gəlmişik, ona da qayıdacağıq. Və bizi alıb zaten. Bax, Allah Taala yaradıb, sən onun mülküsən. Onunla belə gör, nə qədər kəramət sahibisə, səndən sonra ticarət eləyir.
Təsəvvür ki, sənin bir qulun var, nökərin var, sənindir, mülkündədir. Sonra sən onunla ticarət eləyirsən. Görün, Allahın ikramı nə qədər böyükdür və hikməti nə qədər böyükdür. Deyir ki, Allah Teala bizi alıb, deyir Allah Teala möminləri cənnət müqabilində malların və canların alıb. Və sonra deyir ki, biz Allahdan gəlmişik, Allaha da qayıdacaq. Sonra deyir ki, bu dünyadakı bu müsibətimiz qoy 100 il çəksin. Ən uzağı. İnsan ömrü nə qədərdir ki? Ən uzun çəkən müharibə nə qədər çəkib ki? Deyir, qoy 100 il çəksin. Amma deyir, bunun müqabilində bizi inşallah gözləyən milyarlarla günlər var ki, o günlərin içində nə qorxu var, nə kədər var, nə hüzün var, hətta deyərdim ki, nə də yatmaq var, nə də mürgüləmək var. Baxın ağıl sahibinə, sıradan avam bir müsəlman amma idrak eləyir, məsələnin həqiqətin bilir, məsələnin həqiqətin başa düşür. Deyir, Allah Teala bu şeyləri eləyir ki, bugün biz Qazza əhlin bununla imtihan eləyir ki, Allah Teala bizim imanımızı sübuta yetirsin və həmçinin də bizlərdən şəhidlər götürsün. Allah Teala hər insana nəsib eləyir şəhidlik məqamın. Nəsib eləmir hər adam. Allah Teala sevdiyi, seçdiyi insanlara nəsib eləyir. Allah Teala bizi də öz yolunda şəhid olan qullarından eləsin. Və bundan ali bir məqam yoxdur. Və Allah Teala bunu onlara istəyir. Onlarla ticarətdədir bugün Allah Teala. Və həmişə hər devirdə, hər zaman, hər məkanda müharibələr olur, müsibətlər olur, çətinliklər olur və Allah Teala bununla insanları imtihan edir. Sonra başqa bir sözlər deyir. Deyir ki, bəzilər deyir ki, mənim problemim var. Problemim var. Və sonra deyir ki, bəs Allahdan kömək istəyirəm, gəlmir kömək. Deyir ki, sən deyir, Allahı da böyücütdün, problemimi də böyücütdün. Deyir, problemimi Allahla eyni tutursan. Allahı böyücüt deyir. Allahı böyücüt. Və deyir, bəziləri deyirlər ki, niyə görə bizim başımıza o möcüzələr gəlmir? Bax, indi oxuyurdum o Bədir döyüşündə gələn möcüzələr, mələkləri Allah Teala ordu olaraq göndərir. Niyə gəlmir? Deyir, çünki deyir, sən o möminlərdən deyirsən. Ona görə deyir, möminlərin özəlliklərin istəmə. Sən o möminlərin özəlliklərinə sahib ol ki, onu haqq eləyəsən, gərəkdirəsən ki, Allah Teala o möcüzə qapılarını da sənə açsın. O kəraməti Allah Teala sənə versin. Yoxsa işində, gücündə nəsə bir şey olan kimi, onunla sənə dərhal o möcüzələr qapısı açılsın. Olmur belə şeylər. Olmur. Bu reallıqlar da Allah Teala hər şeyi şərtlə göstərir. Belə edərsinizsə belə olar. Əgər möminsinizsə, uca olan, üstün olan sizsiniz. İnna Allah yudafi'u anillezine amanu. Allah Teala möminləri müdafiə eləyir. Demədi hər kəsi, insanları. Allah Teala məxsusi olaraq möminləri müdafiə eləyir. Allahın zəfərinə, qorunmasına çatmaq üçün ancaq ibadət eləmək, ondan qorxmaq, onun şərrinə təriflər demək və ən əsas da bütün bu və bu kimi ibadətlərin hamısını tək olan Allaha həsr eləmək və ondan başqasına onlarda nə azın, nə çoxun yönətməmək lazımdır. Vallahu la yuhibbuz zalimin. Allah Teala zalimləri sevməz. Sonrası Allah Teala keçdi zalimləri. Kimdir burada zalimlər? Cihad meydanından qaçanlar. Deyir ki, burada söhbət nədən gedirdi? Uhud döyüşündən. Cihad meydanından qaçanlar, imtihandan qaçanlar, Allah Teala onları zalimlər adlandırdı. Demək, mömin olmayanların əksi nədir nəticəsi? Onların imtihanın cavabı nə çıxdı? Onların imtihanın cavabı çıxdı zalimlər. Zalimlərin səmərəsi nədir? Mötərizədə zalimlərin səmərəsi ki, Allah Teala zalimləri sevmir. Lakin möminləri imtihan eləyir və onlardan şəhidlər götürür və onlara əbədiyyən cənnətlər nəsib eləyir və beləcə növbəti Allah Teala buyurur ki: "Və liyumahhisallahu allazina amanu və yemhaqal kafirin." Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin. Baxın, bu da məsələnin nöqtəsi. Əm hasibtum an tadkhulul cennete və lemma ya'lemillahu allazina cahadu minkum və liya'lemas-sabirin. Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz cənnətə daxil olasınız. Yəni Allah Teala bu kimi imtahanları göndərmədən siz elə güman edirsiniz ki, heç siz necə olursa olsun, artıq elə qapılar açıqdır, lay balay, tay batay, sizi gözləyir ki, gedib bununla cənnətə girəsiniz. Xeyr, cənnətə imtihansız girmək olmur. Cənnət bahadır, cənnətə hər kəs qazana bilmir. Cənnət üçün əziyyət çəkmək, vas keçmək, səbr eləmək, qurban verməyi hər kəs bacarmalıdır ki,
sonunda cənnətin qapıları onun üçün açılsın. Uca Allahdan istərəm ki, bizlərin günahlarımızı bağışlasın, bizləri əfv eləsin və yer üzündə, Qazzada və digər ölkələrdə, Sudanda, bu günlərdə onlarda da müsəlmanlar əziyyət çəkirlər. Allah Teala onlara tezliklə fəraj versin. Onların və bütün müsəlmanların sıxıntısını üzərlərindən qaldırsın. Allah Teala bizə də, ölkəmizə də, xalqımıza da daima sülh, əmin-amanlıq, bol-bol ruzi, bərəkət versin. Və sərhədlərimizin bərpa olmasında və digər tarixi torpaqlarımızın da alınmasında Allah Teala xalqımızı müvəffəq eləsin. Və ən doğrusunu Allah bilir. Və əxiru dəvanə ənilhamdülillahi rabbil aləmin. Və salatu və səlamu alə əşrəfil ənbiyyə vəl mürsəlin.